Allah Subhanahu taala Bəqərə surəsi 222-də buyurur: İnnallaha yuhibbul tawwabin və yuhibbul mutatahhirin. İnnallaha yuhibbut tawwabin. Allah tövbə edənləri sevir. Və həmçində yuhibbul mutatahhirin bu ayədə Allah iki yerdə bildirir ki, Allah sevir tövbə edənləri və çox tövbə edənləri və təmizkarları. Yəni dinimiz bizə əmr edib təmiz olaq. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, təmizliyin imanın yarısıdır. Ona görə müsəlman təmiz olmalı. Baxmaq lazımdır paltara, bədən, hətta ağızdan misvak birinci dişlərini təmizləyənlər müsəlmanlar olur. Müsəlmanlar olur. Kafirlərdə belə şey yox idi. Onlar mundar idilər, batırdılar. Əsasən bu Avropa, ən mundarı Avropadadır Fransadır. Ən mundarı. Hətta onlardan deyənlər var ki, alimlərindən, dünyavı alimlərindən. Yaxşı ki, müsəlmanlar İspaniyaya o vaxt almışdılar. O müsəlmanlar İspaniyaya almaqla Avropaya mədəniyyət girdi, təmizlik girdi, adillik girdi, insaf girdi. Yəni, onlar, müsəlmanlar o vaxt alanda İspaniyanı, onlar hamısı daxil oldu. Təbii ki, təsir elədi o kafirlərə. Xeyla. Hətta bir verilişdə baxırdım, İspaniya barədə bir kafirdir, lakin xristiyandır. Ya, nə? Çünki Avropada ateizm təbliğat olunur. Bizə də təsirli. Bu məktəblərdə, zadda, əsas universitetlərdə ateizm təbliğatı gedir. Məhv olunur. Daxilən insan məhv olur. Meyyit. Ateizm yəni meyyit. Yoxdur daxilində işləm. Yoxdur. Gəzən meyyitdə. Və o danışır, deyir ki, alim də olur. Deyir ki, yaxşı ki, o vaxt müsəlmanlar aldı İspaniyanı. Yoxsa mən bu saat alim kimi sizin qabağınızda dayanmazdım. Yəni, elm də gəldi dinlə. Müsəlmanlar elm də gətirdi. Çünki elm İslamda da yazmışlar. Müsəlmanlarda olur. O ixtiraların, elmi ixtiraların çoxsu müsəlmanlar elmi. Ona görə təmizlik mühümdür arkadaşlar. Həm zahirən, həm də daxilən qəlbin təmizliyi. Qəlb təmiz olmalıdır. Çalışmaq lazımdır onun səndə. Ki, başqa müsəlman qardaşlara kim bağlamamaq və s. Qəlbin təmiz olmalıdır. Qəlb də necə təmiz olacaq? Gerək tövbə ilə və s. Aydın qardaşlar. Bu ayə də dəlildir ki, Allah Subhanahu taala sevən ismi var, sevən ismi.